Salamlar dostlar herkese. Mən Kasıban dostu İsa Qaraçoğlu. Oradan çox yerdən soruşurlar uşaqlar internetdən. Bəs kaska necə vuraq ki, su buraxmasın, yağ buraxmasın. Dostlar baxın necə yığmışam. Deməli, baxın dostlar, kompres istəyir, 100 litrlikdir, işləyir. İşləyir, bax buradan açıram, gəlir bura, hava girir buradan. Bilirsə ki, buradan mənə hava gəlir yəni. Üstdən hava gəlir, bax üstdən. Altdan isə baxın, buradan isə su çıxardır. Bax yığılır su. Gördünüz? Nə oldu? Yəni su yığılır aşağı, buradan çıxır. Baxın, indi bunu mən açsın buradan. Bax bunu da buradan açsın. Səsi eşitir səsi. Önce şlangdan hava girdi, yəni getdi. Divarın o yüzünə. Keçək divarın bu yüzünə, baxın. Baxın dostlar, burada maşın var. Bu maşın gördünüz yəni. Bu da şlang. Burada yəni heç normal deyil. Hava buradadır. Bax yəni bir olmalı. Yəni maliyənin yeri əslində bir olmalı. Bax sərgəli şəkildə. Burada maşının, burada alətləri, instrumentlər. Belə olsa daha yaxşı olur, gözəl olar.